Esselamu aleykum. Bugün biz ərəb hərflərini öyrənəcəyik. İnşallah ilk dərsimizdə 2 hərf götürəcəm. Əvvəlcə ərəb əlifbası haqqında məlumat vermək istəyirəm. Ərəb əlifbasında deməli cəmi 28 hərf var. Bu hərflər Azərbaycan dilindən fərqli olaraq ümumiyyətlə sözlər ərəb əlifbasında sağdan sola yazır. Yəni məsələn biz salam belə yazıq, belə oxuyuruqsa, onlar belə oxuyurlar. S-A-L-A-M məsələn. Bax, Azərbaycan dilində yazdım. Əslində öz hərflərini öyrənəndə yazacağım, görəcəksiniz. Yəni tərsinə, yəni biz soldan sağa yazırıq, oxuyuruq. Onlar sağdan sola həm yazılır, həm də oxuyurlar. Daha sonra ərəb əlifbasında böyük, kiçik hərf deyə anlayışı yoxdur. Yəni bütün hərflər eyni cürdür. Böyük, kiçik deyə bir şey yoxdur. Sonra, yəni bu digər əlifbaların ən böyük fərqidir. Bir də hərflər 4 cür yazıla bilər ərəb əlifbasında. Onlar deyəcəm indi. Necə yazılır? Tək formada necə olur? Tək. Məsələn, biz A hərfini öyrəndik, tək bilirik ki, belədir. Amma cümlənin içində də belə olur. Amma ərəb əlifbasında hərfin tək yazılışını öyrəndik. Tutaq ki, bax, bu məsələn əlif əlifbasıdır. Bunu tək öyrəndik. Amma bunun sözün içində əvvəldə, ortada, sonda gələn forması belə olmayacaq. Ola da bilər, olmaya da bilər. Baxacaq olan hər üç. Yəni, məsələn, necə? Tutaq ki, bax, sözün əvvəlində necə yazılacaq? Tutaq ki, bir sözdə. Sözün ortasında necə yazılacaq? Yəni, ondan sonra gələn, ondan əvvəl hərf gəlirsə necə olacaq? Və sözün sonunda necə yazılacaq? Bax, bu formalara görə yəni fərqlidir. Elə hərf var 2 cür yazılır. Məsələn, əvvəldən sonda eynidir, ortada fərqlidir. Elə hərf var 3 cür yazılır. Yəni adətən belə olur ki, əvvəldə bir cür yazılır, ortada bir cürə, sonda başqa cürə. Amma yəni həmin hərfi oxşuyur. Çox fərq olmur. Ona görə də problem olmayacaq. İndi başlayaq biz, deməli, keçək ilk hərfimizə. İlk hərfimiz əlif hərfidir. Bax, bu hərfdir. Burada hərflərin bəzisi düşməyib. Yəni, bu internetdən götürdüyüm şəkildə ikisi səhvləməmsə düşməyib. 28 hərf var. Deməli, əlif hərfi budur. Yəni, təxmini belə düz xətt yazır. Yəni, biz çapnıda biraz onun belə meyli kimi olur, belə bir formada yazır. Amma əslində, yəni, normalda düz xətt kimi yazılır. Hansı səsləri verir? Əlif hərfi, bax, bu əlifdir də. Ə, i, u. Bunlar da üstündəki hərəkələrə görə fərqli olacaq. İndi bu hərəkə nədir onu deyəcəm. Əvvəlcə hərfləri bitirək. Yəni onun üstündə işarələr olacaq. Ona uyğun olacaq. Ə, i, u səsinə. Yəni əlif hərfi 3 səsi çıxara bilir. Ancaq bunlar. Bu hərf həm də boğaz hərfidir. Necə? Yəni məsələn biz ə-ni, i-ni, onu deyəndə adi Azərbaycan dilindəkini oxşuyur. Amma məsələn başqa bir dənə ə-də götürəcəyik. O tutaq ki, başqa cür çıxacaq. Bu necə çıxır? Boğazın sinəyə bitişdiyi yerdən çıxır. Ə, bax belə. E, u, bax belə. Elə bil ki, boğazın o, necə deyərlər, sinənə birləşdiyi yer əlinizi qoysaz, bax, oradan gəlir, hiss edirsiniz. Bax, elə çıxarırsınız. Elə öyrənin ki, sonra onu tələffüz edəndə düzgün olsun. Çünki başqa bir dənə ayın hərfi var, o da ə, i, u səsini çıxarır. Amma o fərqli tələffüz olunur. Məsələn, o boğazda yuxarıdan çıxır. Ona görə, yəni, bir də incə hərfdir. Bunu unutmayaq. Çünki ərəb əlifbasının hərflər qalın və incə olaraq bölünür. Bir də pəltək. Qalın, incə, pəltək. Pəltək hərflərimiz də var, qalın da var, incə də var. Ən çox incə hərflərdir. Ona görə hər dəfə hərf hansıdır, onu diqqət etməliyik. Deməli, ilk hərfimiz əlif hərfidir. Ə, i, u səsini çıxarır və incə hərfdir. İndi bu əvvəldə, sonda, ortada necə yazılır? Bir dənə ona da baxacağıq. Ondan sonra keçəcəyik ikinci hərfimizə və bu günlük bu qədər bəsdir. Hər gün 2 hərf. Əlif hərfi sərbəst formasını yazmışam burada. Sərbəst formada belə olur, düz xətt kimi. Deməli, əvvəldə yazan necə olur? Yəni, məsələn, sözün əvvəlində yazılır. Bu o deməkdir ki, məsələn, tutaq ki, sözün əvvəlində bu yazıldı. Başqa rənglə göstərim. Məsələn, sözün əvvəlində belə yazıldı. Sonra olan gələn hərflə birləşmir. Tək yazır. Yəni, olduğu kimi yazır. Əlif hərfi dəyişmir də, yəni sözün əvvəlində. Necə deməkdir? Yəni, burada ərəb əlifbasında 6 hərf var ki, özündən sonra heç bir hərfə birləşmir. Belə bir qaydası var. Hamısı belə deyil. Sonra ortada necə olacaq? Ortada özündən qabaqışına belə birləşəcək. Məsələn, başqa bir hərf tutaq ki, məsələn, mim hərfi tutaq ki, birləşdi belə. Amma özündən sonra yenə hərfə birləşməyəcək. Məsələn, növbəti hərf gəlirsə, biraz boşluq olub sonra yazılacaq.
Sonra və axırıncı ortada sonda necə yazılır? Sonda da eyni qayda ilə yazılacaq. Yəni bu formada olacaq. Yəni məsələn burada hərflər olacaq, bitişəcək ona. Amma yəni sonda yazıb da bundan sonra da hərf yoxdur. Bitdi, söz bitir. Belə. Belə çıxdı. Belə deyə bilərikmi? Əlif hərfi iki cür yazılır. Ya belə olacaq, ya da belə. Başqa forması yoxdur. Düzdürmü? Yəni burada 3 cürə də yaza bilərdim. Amma deməli bu 2 cür yazılır. Özündən sonra birləşməyən hərflər adətən belə olur. 6 dənə hərfdir cəm olar, keçdini öyrənəcəyik. Növbəti hərfimizə gələcəyik indi. Növbəti hərfimiz, bunları silək. Gəlirik B hərfi. Bax bu B, T, S-nin əslində bir yerdə götürmək lazımdır. Amma mən 2-2 götürürəm. Bir-birinə çox oxşardır. Necə olacaq? Birinci B hərfi haqqında məlumat verim. Necə yazım bir dəqiqə? B hərfi. Altında bir dənə nöqtə var. Tam ortada. Nöqtəsi var. B hərfi B səsini verir. B da necə səslənir? Dodaqların yaş hissələri möhkəm bir-birinə vururuq. B, B. Özünüz də eləyib yoxlaya bilərsiniz. Belə tələffüz edilir və incədir. Deməli, əlif də incə idi, bu da incədir. İndi bu hərf necə yazılır? Əvvəldə, ortada, sonda ona baxacağıq. Deməli, B hərfinin 3 cür yazılış forması var. Əlifdən fərqli olaraq əvvəldə yazılışı belədir. Yəni bu o deməkdir ki, burada çaşdırmaq olmaz. Əvvəldə yazır deyib, əvvəldə məsələn necə deyib də, bax burada çıxıntısı var. Yəni buradan başqa bir hərfə birləşəcək. Ortada yazanda buradan da birləşəcək, buradan da birləşəcək başqa bir hərfə. Sonda yazanda əlbəttə sondadırsa, yəni burası necə birləşsin, düzdürmü? Ona görə bir dənə buradan birləşəcək. Yəni belə yadda saxlaya bilərsiniz. Əslində çox oxşuyur öz hərfinə, nöqtəsi də yerindədir. Sadəcə yəni ortada gələndə belə yazılır, əvvəldə belə, sonda isə belə. Yəni buradakı kimi. Mütləq nöqtəsi də mütləq altında olmalı. Yəni üstünə qoysaz o başqa ümumiyyətlə heç hərf olmur da üstünə bir hərf. Yəni düzdür, üstünə nöqtə olan hərflər var, amma yəni bu hərfi vermiş. Ona görə diqqət etmək lazımdır. İmeni bəni yazırıqsa altında nöqtə olmalıdır və bu formada yazılmalıdır. Bugünkü dərsimiz bu qədər. Sonda şəkillərini də, yəni kitab dilində necə yazılır, onları da qoyacağım videonun sonuna. Növbəti dərsimizdə görüşənədək hələlik.